Vaxt var idi, böyümək üçün tələsirdi. İndi keçən illəri yada salıb, xatirə tək onları hər an xatırlayırıq. Keçmiş əlaydı, çox idi dostum, tanışım. O vaxtlar rap haqqında yox idi anlayışım. Nə vaxtsa rap deyəcəyimi düşünməzdim. Gəlin sizə biraz keçmişdən danışım. Keçmiş əlaydı, bacı sadı saf uşaqlar var idi, insanı valih edən oyuncaqlar. Sadə evlər var idi, içində sadə insanlar. Hər evdə eyni yanardı, fərqlənməzdi işıqlar. Keçmiş əlaydı, qarışardı, qaynayardıq. Palçıqdan evlər tikər, sadə oyunlar oynayardıq. Çox saf uşaqlar idik, heç nə düşünməzdik. Ağlayanda belə qorxa-qorxa ağlayardıq. Keçmiş əlaydı, hər kəs tutardı, həyatın nəbzin var idi hərənin. Özünə görə bir həyat tərzi, kişinin kişi, qadının işi var idi. Qadın ya müəllim olardı, ya da ki dərzi. Keçmiş əlaydı, bilinərdi kəndin ağsaqqalı, pisdə olanda yaxşı görünərdi. Halı, əhvalı, böyüklər çox ciddi idi, həm də məsuliyyətli. Onlar cavablandırmazdı boş sorğu sualı. Keçmiş əlaydı, hörmət, izzət var idi. Ailə üzvləri çox, evləri isə dar idi. Çox kasıb idi, amma ürəkləri geniş. O ürəklər o dövrü üçün dövlət idi, var idi. Keçmiş əlaydı, əlavə maraqlar axtarmazdıq, heç kəsə əl açmazdıq, yalvarmazdıq. Biz belə görmüşdük, biz belə bilirdik. Heç vaxt valideynimizin üstünə qışqırmazdıq. Keçmiş əlaydı, yoldaşlığı pis bilməzdik. Böyüklər olan yerə çox vaxt biz gəlməzdik. Onlar çağıranda utanardıq, sıxılardıq. Heç vaxt onlar olan yerdə biz dinməzdik. Keçmiş əlaydı, Məmməd Əminə cıqdan alardıq. Balaca şeyləri sevinərdik, xoşbəxt olardıq. Həyat çox maraqlıydı, həm də ki gözəl. Bəzən də oturub saf məsum xəyallara dalardı. Keçmiş əlaydı, var dərənin çoxlu arzusu. Biz böyüdükcə qəlbimizdə böyürdü insanlıq duyğusu. Kimi həkim, kimi isə polis olacaqdı. Hər kəsə məlum idi həyatın yalanı, doğrusu. Keçmiş əlaydı, hər evə gələrdi çoxlu qonaqlar. Bir görsəydiniz onda necə sevinərdi balaca uşaqlar. İnsanlar onda hələ soyuqlaşmamışdı, İnsanı valih edərdi gülən gözlər, qırmızı yanaqlar. Keçmiş əlaydı, heyif ki keçmişdə qaldı. Zaman əlimizdə olan hər şey aldı. Bir zamanlar keçmiş bir həyat idi, indi sadəcə keçən bir xəyal.